Yol nişanlarını düzgün hərəkətlə öyrənək. Bu rubrikamızda sizi 3.2 hərəkət qadağandır nişanı ilə tanış edəcəyik. Yol nişanlarını öyrədən rubrikanı Azparking təqdim edir. 3.2 hərəkət qadağandır nişanı müəyyən yol sahələrində bütün növ nəqliyyat vasitələrinin, mexaniki nəqliyyat vasitələrinin, velosipedlərin, at arabalarının və s. hər iki istiqamətdə hərəkətini qadağan edir. Bu nişan həmin yol sahəsinin hər bir girişi, habelə həmin yol sahəsinə başqa yerlərdən girişlərin qarşısında quraşdırılmalıdır. 3.2 nişanı konkret ərazidə nəqliyyat vasitələrinin hərəkətini hər hansı səbəbdən məhdudlaşdırmaq məqsədi ilə tətbiq edilməlidir. 3.2 hərəkət qadağandır nişanının qüvvəsi quraşdırıldığı yerdən başlayır. 3.2 nişanı ilə hərəkətin qadağan edildiyi yola yanlardan, yəni sağa və ya sola dönərək daxil olma yerlər qarşısında 3.2 nişanı müvafiq olaraq 7.3.1, 7.3.2 və ya 7.3.3 qüvvədə olma istiqaməti lövhəcikləri ilə birlikdə quraşdırılmalıdır. 3.2 nişanının qüvvəsi işarələnmiş sahədə yerləşən müəssisələrə xidmət edən, habelə bu sahədə yaşayan və ya işləyən vətəndaşlara xidmət edən və ya məxsus olan nəqliyyat vasitələrinə, habelə əlilliyi olan şəxs tanınma nişanı olan nəqliyyat vasitələrinə şamil edilmir. Belə hallarda nəqliyyat vasitələri işarələnmiş sahəyə təyinat yerinə ən yaxın olan yol ayrıcından girib çıxmalıdırlar. Yol nişanlarını öyrədən rubrikanı Azparking təqdim etdi. Xəbəriniz olsun ki, Bakı şəhəri üzrə fəaliyyət göstərən 20-dən çox ödənişli avtodayanacaqda Azparkinglə ödəniş imkanı mövcuddur. Xüsusi parklanma ərazilərində park etdikdə ödənişi mobil tətbiq vasitəsilə saniyələr içərisində həyata keçirə bilirsiniz. Avtodayanacaqların tam siyahısı ilə tanış olmaq üçün Azparking tətbiqinin digər bölməsinə daxil olun. Parklanmanız rahat, yolunuzsa açıq olsun.